Salam, mən Gülşən Qəribova. Landau nəşriyyatının 4-cü siniflər üçün nəzərdə tutulmuş monitoring kitabından monitoring 1. İkinci mətn, Atlas robotu mətnidir. Videonu bu hissədə dayandırın, mətnlə tanış olun, sonra suallar üzərində işləyək. Sual 13. Mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? Atlas yalnız proqramlaşdırılmış tapşırıqları yerinə yetirə bilir. Mətndə verilmişdir ki, Atlas bəzən proqramlaşdırılmış tapşırıqları yerinə yetirə bilir. Yəni, hər zaman hazır proqramlarla hərəkət etmir. Bu fikir yanlışdır. Atlas gələcəkdə insanlara müxtəlif sahələrdə yardım edə bilər. Saxlayaq. Atlasın əsas məqsədi yalnız əyləncə və akrobatik nümayişlər etməkdir. Təbii ki, yanlışdır. Əsas məqsəd fövqəladə hallar zamanı insanlara kömək etməkdir məqsədi. Atlas inkişaf etdirilməyən köhnə bir robot modelidir. Xeyr, verilmişdir ki, yeni inkişaf etdirilmiş bir robot modelidir. Cavabımız B variantı, Atlas gələcəkdə insanlara müxtəlif sahələrdə yardım etməkdir. Bəli, və əsas məqsəd də elə buydu. Xüsusən də fövqəladə hallar zamanı maneələri aşaraq insanlara yardım göstərə bilməsi idi məqsədi. Yəni, hazırlanma məqsədi. Atlasın yüksək maliyyə tələb etməsi hansı sahədə çətinlik yaradır? Əgər Atlasın yaradılması mətndə verilmişdir ki, yüksək maliyyə tələb edir, yəni yüksək pul tələb edir onu hazırlamaq. Təbii ki, bu da həmin robotların kütləvi istehsalında maneə yarada bilər. Kütləvi istehsalı, yəni çoxlu sayda həmin məhsuldan hazırlanması deməkdir. Bu da çoxlu pul tələb elədiyinə görə, çoxlu maliyyə tələb elədiyinə görə çətinlik yaradırdı. Akrobatik bacarıqlarında, onun fiziki gücündə, ilk təqdimatında xüsusi bir maliyyə tələb etməsi ilə bağlı bir məlumat verilməmişdir. Sual 15. Mətnə əsasən uyğunluğu müəyyən edin. 2013-cü il elə mətnin əvvəl hissəsində 2013-cü ildə ilk təqdimat keçirilməsi ilə bağlı məlumat verilmişdir. Fövqəladə hallar zamanı ondan istifadə etmək, yəni təhlükəli zonalarda istifadə etməkdə uyğunlaşdırılmışdır. Sensorlar ətraf mühiti tanımaq idi. Yəni onlar sensorlarla, toxunma ilə ətraf mühiti tanıyırdılar və ilk akrobatik hərəkətlər də uyğun gəlir maneələrdən keçmək. Yəni akrobatik hərəkətlər edərək maneələrdən keçirdilər. Uyğun gəldi 1C, 2A, 3D, 4B. Yəni C variantı. Sual 16. Mətnə əsasən Atlas haqqında yanlış fikri seçin. Atlas müxtəlif əşyaları qaldıra bilir. Atlas tamamilə müstəqil hərəkət edə bilir. Atlasın hazırlanması yüksək maliyyə vəsaiti tələb edir. Atlasın hərəkətləri hələ tamamilə müstəqil deyildir. Bunu qeyd elədik. Atlasın hazırlanması müstəqil yüksək maliyyə tələb edir. Bunu indi qeyd elədik. Bu doğru fikir idi, yanlış deyil. Burada diqqət eləsək, B variantı ilə D variantı bir-birinə oxşar, daha doğrusu bir-birinə əks fikirlərdir. Birində deyir, Atlas tamamilə müstəqil hərəkət edə bilir. Digərində deyir ki, Atlasın hərəkətləri hələ tamamilə müstəqil deyil. Bir-birinə iki dənə əks fikir var. Təbii ki, bunlardan biri doğru, biri yanlış olmalıdır. Tamamilə müstəqil hərəkət edə bilirdi, yanlış fikirdir. Orada dedik ki, tamamilə müstəqil hərəkət etmir, bəzən proqramlaşma ilə hərəkət edirdi. Proqramlar üzərindən hərəkət edirdi. Ona görə B variantı yanlışdır, D isə doğru fikirdir, hələ tamamilə müstəqil deyildi. Və müxtəlif əşyaları qaldıra bilir, bəli, bu da doğru fikirdir. Sual 17. Atlas robotunun əsas yaradılma məqsədi hansıdır? Əsas yaradılma məqsədi təbii ki, musiqi ifa etmək deyildi, ev işlərinə kömək etmək deyildi, idman yarışlarında iştirak etmək deyildi. Əsas səbəb fövqəladə hallar zamanı axtarış xilas etmə işləri görməkdir və insanlara kömək göstərməkdir. Mətnə əsasən Atlas haqqında yanlış fikri seçin. Sual 18. Səbəb, Atlas müxtəlif maneələri aşır, fövqəladə hallar üçün istifadə olunur. Bəli, o müxtəlif maneələri aşa bildiyinə görə fövqəladə hallarda istifadə oluna bilər. Bu doğru fikirdir. Atlas yüksək maliyyə tələb edir, onun hazırlanması çətindir. Bəli, yüksək maliyyə tələb etdiyinə görə hazırlanmasında çətinlik yaranır, xüsusən kütləvi hazırlanmasında. Atlasın hərəkətləri tam müstəqil deyil, o akrobatik hərəkətlər edə bilir.
Atlas üzərində iş davam edir. Gələcəkdə insanlara müxtəlif sahələrdə kömək edə bilər. Bəli, Atlas üzərində mətnin son hissəsində verilmişdi. İş davam etdirilir, süni intellektlə zənginləşdirilir. Bu da gələcəkdə insanlara kömək etməsi üçündür. Bu da doğru fikirdir. Cavabımız C variantıdır. Atlasın hərəkətləri tam müstəqil deyil. Bu, onun akrobatik hərəkətlər edə bilməsinin nəticəsi deyildir. Yəni, nəticədə akrobatik hərəkətlər edə bilir cavabı ilə səbəb-nəticə əlaqəsi uyğun gəlmir. Yəni, cavab yanlış olan C variantıdır. Boston Dynamics şirkətinin gələcək planı nədir? Gələcək planı təbii ki, sərgilərdə bunu göstərmək deyildi, sıradan çıxarmaq deyildi, atlası oyunlarda iştirak etdirmək deyildi, istifadə etmək deyildi. Əsas məqsəd onu gələcəkdə, daha doğrusu planları onu süni intellektlə zənginləşdirmək idi ki, insanlara daha çox yardım göstərə bilsin. Atlasın digər insana bənzər robotlarla əsas fərqi hansı idi deyir. Əsas fərq onun mürəkkəb hərəkətlər bacarması idi. Yəni, mətndə verilmişdi, Atlasın əsas fərqi digərlərindən mürəkkəb hərəkətlər bacara bilməsi idi. Üçüncü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? Üçüncü abzasda Atlasın da müəyyən çətinlikləri vardı. Onun hazırlanması maliyyə tələb edirdi. Əvvəlcə proqramlaşma ilə bəzən hərəkət edirdi, davranırdı. Bu kimi məlumatlar verilib. Baxaq cavablara. Üçüncü abzasa uyğun Atlasın tətbiq sahələri. Orada tətbiq sahələrindən danışmırdı, harada tətbiq olunar deyə fikirlər verilməmişdi. Gələcək inkişaf planları da orada deyil, bu sonluqdadır. İlk təqdimatı da mətn əvvəlində idi. Üçüncü hissədə çətinlikləri və üstünlüklərindən danışırdı. Belə, bu mətnimiz də bu qədər. Üçüncü mətndə görüşərik.